Hörmətli izləyicilər, 24 mart 2025-ci il tarixində redaksiyamıza İsmail rayonunun Hacətəmli kəndindən informasiya daxil oldu. İnformasiyada qeyd olunurdu ki, kənd sakini İsmail İsmailova məxsus su ağacında qəza baş vermişdi. Həmin məsələ ilə bağlı həm şikayətçinin özü, həm də redaksiyamız tərəfindən İsmailli Su və Meliorasiya Suvarma Sistemləri İdarəsinə məlumat verildi. Və bugün artıq qeyd olunan əlaqədar qurumun briqadası həmin ərazidə hazırda tamamlanma işləri aparılır və onlar izah edirlər ki, sayğacda qəza nəyə görə baş verib. Gəlin həmin sujeti də izləyək. Artıq orada sayğac təmir olunur. Xahiş edir, yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun. Biz də yeri gəlmişkən təcili şəkildə operativ fəaliyyət göstərdiyinə görə adı çəkilən İsmailli Su və Meliorasiya Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə və fədakar kollektivinə öz təşəkkürümüzü bildiririk. Bəyənin, paylaşın, həmin videonu buyurun izləyək. 25.03.2025-ci il Hacətəmli kəndi İsmailov İsmaila məxsus sayğacdır. Hansı ki biraz önce çəkiliş olmuştu. Sayğacda buraxılma səbəbi füzyondur. Yəni füzyon muxtat 32-dən 25-ə keçiddə. Yəni hal-hazırda təmir olunur. Artıq aradan qaldırılıb, yəni daha doğrusu qaldırılır məsələ. Artıq təmir olunub.